Salam əziz müəllimlər və şagirdlər, hər birinizi xoş gördük. Bugün inşallah sizlərə ilk mövzunun izahını verəcəm. İzaha keçmədən öncə bir məlumatı xatırladım ki, MİQ və sertifikasiya, həmçinin abituriyent hazırlığı üçün qruplara qeydiyyatımız davam edir. Burada göstərilən nömrənin WhatsApp-ına yazaraq hazırlıqlar haqqında ətraflı məlumat ala və qeydiyyata düşə bilərsiniz. Beləliklə, əziz müəllimlər, əziz şagirdlər, vaxt itirmədən keçən mövzunun izahına. Deməli, ilk başlığımız olacaqdır mexaniki hərəkət anlayışı. Birinci danışaq mexaniki hərəkətdən. Nədir mexanik hərəkət? Deyirik ki, cismin başqa cisimlərə nəzərən yerini, vəziyyətin dəyişməsinə mexaniki hərəkət deyilir. Gün ərzində gördüyümüz hərəkətlər demək olar ki, hamısı nədir? Mexaniki hərəkətdir. Mexaniki hərəkətin 3 növ haqqında danışacağıq. Deməli, birincisi irəliləmə hərəkətidir. İkincisi fırlanma hərəkətidir. Üçüncüsü isə rəqsi hərəkətdir. Nədir irəliləmə hərəkəti? Deyirik ki, cisim üzərində götürülmüş nöqtələr eyni istiqamətdə və eyni sürətlə hərəkət edirlərsə, belə cismin hərəkətinə irəliləmə hərəkəti deyilir. Daha aydın başa düşmək üçün belə bir nümunəyə baxaq. Tutaq ki, bir maşın götürmüşük. Tutaq ki, maşın üzərində ixtiyari 2 dənə nöqtə qeyd eləmişik. Məsəl üçün, biri A nöqtəsidir, biri isə B nöqtəsidir. Və cisim üzərində götürdüyümüz bu nöqtələri birləşdirən ixtiyari bir düz xətt çəkək. Tutaq ki, bu maşın hərəkət edir. Məsəl üçün, bu formada hərəkət edir. Və götürdüyümüz bu nöqtələr əlbəttə ki, yerini dəyişmir də. Harada götürmüşüksə, həmən yerdə dayanır. Və yenə də bu götürdüyümüz nöqtələri birləşdirən düz xətt çəkirik. Gördüyümüz kimi bu xəttlər bir-birinə paralel qaldı. Yəni, belə bir tərif verə bilərik ki, irəliləmə hərəkətinə cisim üzərində götürdüyümüz ixtiyari 2 nöqtəni birləşdirən düz xətt özünə paralel qalırsa, belə cismin hərəkətinə irəliləmə hərəkəti deyilir. İkincisi isə fırlanma hərəkətidir. Fırlanma hərəkətini isə belə göstərmək olar ki, bax, bu tutaq ki, yerdir, yer öz axı ətrafında fırlanır. Düzdürmü? Və burada bir nöqtə götürək, məsəl üçün bir A nöqtəsi götürək. Bu A nöqtəsi əlbəttə ki, fırlanır. Fırlanan zaman nə edir? Burada bir, baxın, bu formada bir çevrəsidir. Məsələn, başqa bir nöqtə götürək, bir B nöqtəsi götürək. Və bu B nöqtəsi də fırlanır və burada nə əmələ gətirir? Bir çevrə əmələ gətirir. Fikir verirsinizsə, götürdüyümüz nöqtələr hərəkət edən zaman cızdığı çevrənin mərkəzi elə bu ox ilə nə düşür? Üst-üstə düşmüş olur. Bu fırlanma hərəkət sayılır. Üçüncüsü isə rəqsi hərəkətdir. Rəqsi hərəkət odur ki, cisim tarazlıq nöqtəsi ətrafında periodik rəqsi hərəkət edir. Məsəl üçün, inşallah gələcəkdə keçəcək. Məsələn, bir riyazi rəqqas düşünək. Tutaq ki, buradan bir cisim asmışıq və bu cisim bu tarazlıq nöqtəsi ətrafında rəqsi hərəkət edir. Rəqsi hərəkət icra edir. Bu formada rəqsi hərəkət icra edir. Bəzən irəliləmə hərəkəti ilə, deməli belə deyək, rəqsi hərəkəti qarışdırırlar. Qarışdırmamağın yolu, ən əsas yolu isə, baxın, bu qaydanı bilməkdir. Əvvəldə dediyim kimi, çəkdiyimiz xəttlər özlərinə paralel qalırlarsa, deməli bu nədir? İrəliləmə hərəkətidir. Yox, əgər paralel qalmırsa, nədir? Fırlanma hərəkətidir. Ən çox, belə deyək, irəliləmə hərəkəti ilə fırlanma hərəkətini, belə deyək, qarışdırırlar. Onu da qarışdırmamağın yolu, baxın, bu qaydanı bilməkdir. İndi isə ikinci danışalım biz maddi nöqtə anlayışından.
Maddi nöqtə. Maddi nöqtə nədir? Verilmiş şəraitdə ölçüləri nəzərə alınmayacaq dərəcədə kiçik olan cismə maddi nöqtə deyilir. Məsəl üçün maddi nöqtəyə nəyi misal göstərə bilərik? Məsəl üçün tutaq ki, təyyarə məsəl üçün başqa bir şəhərə hərəkət edir. Həmin o şəhərə nəzərən nədir? Bu təyyarə çox kiçikdir. Ona görə biz təyyarəyə maddi nöqtə kimi baxa bilərik. Məsələn, yer özü çox böyükdür, amma yer günəş ətrafında hərəkət edən zaman günəşə nəzərən nədir? Kiçikdir. Ona görə biz yerə, günəşə nəzərən necə kimi? Maddi nöqtə kimi baxa bilərik. Ona görə maddi nöqtə verilmiş şəraitdə ölçüləri nəzərə alınmayacaq dərəcədə kiçik olan cismə deyilir. Üçüncü anlayışımız isə bizim trayektoriyadır. Trayektoriya. Bəs trayektoriya nədir? Cismin hərəkəti zamanı cızdığı xəttə trayektoriya deyilir. Məsəl üçün, cisim A nöqtəsindən, məsəl üçün, gələcək B nöqtəsinə. Düzdürmü? Bu, müəyyən bir xətt cızır. Bax, bu xəttin uzunluğuna biz deyirik trayektoriya. Cismin hərəkəti zamanı cızdığı xətt nədir? Trayektoriyadır. Üçüncü, belə deyək, anlayışımız isə yol anlayışıdır. Yol nədir bəs? Bu trayektoriyanın uzunluğuna yol deyilir. Yol müsbət skalyar kəmiyyətdir. Müsbət skalyar kəmiyyətdir. Yol heç vaxt mənfi ola bilməz, yol heç vaxt azala bilməz, yol heç vaxt sıfır ola bilməz. Yol ona görə deyirik ki, müsbət skalyar kəmiyyətdir. Yol S və yaxud L hərfi ilə işarə olunur. Deməli, beynəlxalq sistemdə yolun ölçü vahidi 1 metrdir. Ölçü vahidi 1 metrdir və 1 metr beynəlxalq sistemdə əsas vahidlərdən biri sayılır. Bəs biz yolu hansı cihazlarla ölçə bilərik? Biz yolu xəttkeş, ölçü lenti və ruletka ilə ölçə bilərik. Digər, deməli, yol haqqında bunları bilmək lazımdır. Yol müsbət skalyar kəmiyyəti dedik. Trayektoriyanın uzunluğuna yol deyildi. Yol S və yaxud L hərfi ilə işarə olunur. BSD vahidi 1 metrdir. Xəttkeş ölçü lenti ruletka ilə ölçülür. Yol mənfi ola bilməz, yol azala bilməz, yol sıfır ola bilməz. Bunları bilməliyik. Digər anlayışımız isə bizim yer dəyişmə anlayışıdır. Yer dəyişmə. Bəs yer dəyişmə nədir? Deyirik ki, hərəkətin başlanğıcı ilə hərəkətin son nöqtəsini birləşdirən düz xətt parçasına, istiqamətlənmiş düz xətt parçasına yer dəyişmə deyilir. Yer dəyişmə vektorial kəmiyyətdir. Vektorial kəmiyyətdir, yəni həm ədədi qiyməti var, həm istiqaməti var. Yer dəyişmə S hərfi ilə işarə olunur. Vektorial kəmiyyət olduğuna görə üzərində vektor işarəsi göstərilir və beynəlxalq sistemdə ölçü vahidi 1 metrdir. Və yer dəyişmə də yol kimi xəttkeş, ölçü lenti və ruletka vasitəsilə ölçülür. Deməli, bax, bu bizim yer dəyişməmiz oldu. Bu isə nə idi? Yol idi. İndi yol ilə yer dəyişmə arasında hansı bir əlaqə var? Əlaqə belədir ki, yol hər zaman yer dəyişmədən ya böyük olur, ya da ona bərabər olur. Heç vaxt yol yer dəyişmədən kiçik ola bilməz. Yaxşı, bəs nə vaxt yol yer dəyişmədən böyükdür? Nə vaxt yol yer dəyişməyə bərabərdir? Deyirik ki, düzxətli hərəkətdə yol və yer dəyişmə bir-birinə bərabərdir. Əyri-xətli hərəkətdə isə yol yer dəyişmədən nədir? Böyükdür. İndi isə gəlin, bunlara aid biraz nümunələrə baxalım. Onu da qeyd edeyim ki, yer dəyişmə yoldan fərqli olaraq sıfır ola bilər. Nə vaxt sıfır ola bilər? Tutaq ki, bir cisim A nöqtəsindən hərəkətə başlayıb, gəlib B nöqtəsinə, sonra yenidən qayıdıb A nöqtəsinə. Baxın, elə bir ki, A-dan B-yə gedib, sonra da B-dən A-ya qayıdıb. Əgər cisim başladığı nöqtəyə geri qayıdarsa, yer dəyişmə sıfır olur. Yəni, yol həmişə sıfırdan fərqlidir, amma yer dəyişmə sıfıra bərabər ola bilər. Nə vaxt ola bilər? Cisim başladığı nöqtəyə geri qayıdan zaman.
İndi isə gəlin nümunələrə baxalım. Məsələn, birinci nümunəmiz belə olsun. Nümunə 1. Tutaq ki, cisim A nöqtəsindən qalxır, gəlir B nöqtəsinə, sonra gedir C nöqtəsinə, sonra da gəlir D nöqtəsinə. Tutaq ki, buranın uzunluğu 10 metrdir, buranın uzunluğu 8 metrdir, buranın uzunluğu 10 metrdir. Bizə deyir ki, cismin getdiyi yolu və yer dəyişməni, yəni cismin getdiyi yolu, bir də etdiyi yer dəyişməni hesabla. Cismin getdiyi yolu tapan zaman ümumi hər hissəni toplayırıq. Çünki cisim birinci A-dan B-yə gəlib 10 metr gedib, sonra B-dən C-yə gəlib 8 metr yol gedib, sonra isə C-dən D-yə gəlib yenidən 10 metr yol gedib. Deməli, bu cismin ümumi getdiyi yol 28 metrə bərabərdir. Bəs yer dəyişməni necə tapa bilərəm? Yer dəyişmə nə idi? Hərəkətin başlanğıc nöqtəsi ilə son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Baxın, bura yer dəyişmədir. İndi mən bu yer dəyişməni necə tapa bilərəm? Fikir verirsinizsə, AD uzunluğu BC-yə bərabərdir, düzdürmü? Yəni, bura 8 metrdirsə, avtomatik olaraq burada nə olacaq? 8 metr olacaq. Deməli, cismin yer dəyişməsi 8 metrə bərabərdir. Bu bizim birinci nümunəmiz. Başqa bir nümunələrə də baxaq ki, öyrəndiklərimiz daha da yaddaşımızda qalsın. Belə bir nümunəyə baxalım indi. Tutaq yenə də bu nümunə 2-dir. Tutaq cisim A nöqtəsindən gəlir B nöqtəsinə, sonra gəlir C nöqtəsinə, sonra da gəlir D nöqtəsinə. Belə bir nümunəyə baxalım. Tutaq ki, buranın uzunluğu olsun 10 metr, buranın uzunluğu olsun deməli 8 metr, buranın da uzunluğu olsun 4 metr. Bizdən istəyir ki, cismin getdiyi ümumi yolu və yer dəyişməsini hesablayaq. Cismin ümumi getdiyi yolu tapmaq üçün yenə də nə edəcəm? A-dan D-yə gəlib, ümumi hər hissənin uzunluğunu toplayacağım. A-dan B-yə qədər olan məsafə 10, üstə gəl. BC 8, üstə gəlsin CD 4. Deməli, bu cismin getdiyi ümumi yol 22 metrə bərabərdir. Bəs yer dəyişməni necə tapa bilərəm? Yer dəyişmə nədir dedik? Hərəkətin başlanğıc nöqtəsi ilə son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Baxın, bu yer dəyişmədir. Mən bu yer dəyişməni burada nə etməliyəm? Tapmalıyam. İndi bunu necə tapa bilərəm? Baxın, BC hissəsini paralel şəkildə sürüşdürürəm bura. Sürüşdürdüm bura. Sürüşdürdüm. Bu hissəni bu formada tamamlayıram. Tamamladım. Fikir verirsə, burada bir dənə düzbucaqlı üçbucaq yarandı. Bura 8 isə, avtomatik burada 8 metrdir. Bu ümumi, baxın, AB uzunluğu 10 metrdir. Burada 10 olmalıdır. Bu hissə 4-dürsə, onda bura nə qalır? Bura 6 metr qalır. Onda mən avtomatik buradan yer dəyişməni tapa bilərəm. Pifagora görə kökün altında üstbucağın bir kateti 8-in kvadratı, üstəgə digər katet 6-nın kvadratı. Buradan alınır kökün altında 100. Buradan da yer dəyişmə nəyə bərabər olur? 10 metrə bərabər olmuş olur. Baxın, bu bizim ikinci nümunəmiz. Başqa bir nümunəyə baxalım. Olsun nümunə 3. Tutaq ki, cisim A nöqtəsindən B nöqtəsinə yarım çevrə boyunca hərəkət edir. Düzdürmü? Hərəkət edir. Bura bunun mərkəzidir. O nöqtəsidir. Bunlar da nədir? Radiusdur. Məsəl üçün, topluda da bu sualdan var. Bizə deyir ki, cismin getdiyi yolun yer dəyişməyə nisbətini tapın. Belə bir sual var. İndi, cismin getdiyi yolu necə tapa bilərəm? Baxın, əgər bu cisim bütöv çevrə boyunca hərəkət etmiş olsaydı, çevrənin uzunluğu nə qədərdir? Biz bilirik ki, 2 pi r-dir, düzdürmü? Amma bu cisim bütöv çevrəni yox, çevrənin yarısı hərəkət edir. Yəni, 2 pi r-in hamısı yox, yarısını.
Yəni cismin getdiyi yol pi r-dir. Bəs yer dəyişmə nədir? Yer dəyişmə hərəkətin başlanğıc nöqtəsi ilə son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Baxın, bu uzunluq yer dəyişməyə bərabərdir. Onda buradan yer dəyişmə nəyə bərabər olacaq? Bu uzunluq nə qədərdir? Buradan bura qədər r, buradan da bura qədər r. Yəni yer dəyişməmiz 2r-dir. Onda gəlin yolu yer dəyişməyə bölək. Yolumuz oldu pi r, yer dəyişməmiz oldu 2r. R-lər ixtisar getdi. Deməli, yolun yer dəyişmə nisbəti pi bölünsün 2-yə bərabər imiş. Ümidvaram ki, bu nümunə də aydındır. Və başqa bir nümunəyə baxalım. Olsun bizim nümunə 4-ümüz. Nümunə 4-ümüz. Tutaq ki, belə bir çevrə olsun. Belə bir çevrə olsun. Tutaq ki, cisim A nöqtəsindən gəlir B nöqtəsinə. Bunlar da radiusdur. Gəlir A-dan B. Bizə sual verir ki, burada da cismin getdiyi yolun yer dəyişməyə nisbətini hesablayın. İndi deməli, biz bu məsələni necə həll edə bilərik? Yenə də biz bilirik ki, ümumi bu çevrənin uzunluğu 2 pi-dir. Düzdürmü? Amma bu A-dan B-yə gələndə çevrənin 1/4-ni gəlir. Baxın. 4 bərabər C bölsək bunu. Fikir verirsinizsə, A-dan B-yə gələndə çevrənin 1/4-ni gəlir. Yəni, ümumi çevrənin uzunluğu əgər 2 pi-dirsə, bu 2 pi-nin hamısını yox, onun 1/4-ni gəlir. Vurulsun 1/4. Deməli, bu cismin A-dan B-yə gələn zaman getdiyi yol pi-r bölünsün 2-yə bərabər etmiş. Yolu təyin edək. Bəs yer dəyişməni necə taparam? Yer dəyişmə nədir tərifi? Deyir ki, hərəkətin başlanğıc nöqtəsi ilə son nöqtəsini birləşdirən, baxın, bu istiqamətlənmiş düz xətt parçası yer dəyişmədir. Bax, bu bizim bura yer dəyişməmiz. Bəs mən bu yer dəyişməni necə tapa bilərəm? Fikir verirsə, burada 90 dərəcədir. Düz bucağını üst bucağına gətirib, onda mən yer dəyişməni Pifagora görə tapa bilərəm. Bu üç bucağın bir tərəfi r, r-in kvadratı, üstə gəlsin, digər kateti də r-dir, r-in kvadratı. Buradan yer dəyişmə alınır, kök 2r. Bu formada. İndi bizə deyir ki, yolun yer dəyişmə nisbətini tap. Yolumuz oldu deməli bizim pi-r bölünsün 2. Yer dəyişməmiz də oldu kök 2r. Deməli, buradan r-lər ixtisar gedir, alınır, pi bölünsün 2 kök 2. Bu formada tapmış olduq. Bu suallardan çeviri üzrə bərabər sürətli hərəkət mövzusunda görəcəksiniz. Bu bizim nümunələrimiz. Ümidvaram ki, nümunələr üzərində artıq danışdığımız hissələr tam aydın olmuş oldu. İndi isə keçən mövzunun davamına. Növbəti anlayışımız olsun bizim koordinat. Koordinat. Deməli, koordinat nədir? Koordinat cismin olduğu yerdir. Cismin olduğu yer onun koordinatıdır. İndi məsəl üçün biz burada baxacağıq, deməli, y və x oxları üzərində. Tutaq ki, burada koordinat sistemimizi çəkək. Deməli, bu olsun y, bu da olsun x. Düzdürmü? Tutaq ki, cisim, mən bunu belə göstərəcəm. Tutaq ki, cisim A nöqtəsindən B nöqtəsinə doğru hərəkət edir. Yəni, A ilə B-ni birləşdirən bu düz xətt parçası nədir bunun? Yer dəyişməsidir. Düzdürmü? Bu hissəsi hər kəsə aydın. İndi, bu yer dəyişmənin, bu S-in fikir verirsinizsə, həm x ox üzrə qiyməti var, həm də y ox üzrə qiyməti var. Onda gəlin, bu nöqtələrdən, bax, bu oxa perpendikulyarları endirək bu formada. Bu formada endirək. Aha, bu formada qeyd elədik. İndi, burada bu S-in x və y ox üzrə proyeksiyası var. Proyeksiyası nədir? Bu S-in elə ki, bu x-da və y-da yarandığı bir kölgəsidir. Proyeksiyası bir kölgəsi mənasındadır. İndi fikir verirsinizsə, başlanğıc nöqtə A-dır, son nöqtə B-dir.
cismin başlanğıc koordinatına, yəni A nöqtəsinə uyğun, bax, x oxu üzrə başlanğıc koordinatına deyirəm x0, son koordinatına deyirəm x. Həmçinin y oxu üzrə baxsam, A nöqtəsinə uyğun y oxu üzrə bunun qiyməti, başlanğıc koordinatı y0-dır, son koordinatı isə y-dir. Düzdürmü? İndi dediyim kimi bu S-in x oxu üzərində bir kölgəsi yaranır. Fikir verin, burada bunun bir kölgəsi var. Burada bunun kölgəsi var. Bunu mən necə tapa bilərəm? Bu S-in x oxu üzrə qiymətini tapmaq üçün son koordinatdan x-dan başlanğıc koordinat x0-ı çıxacam. Y oxu üzrə də fikir verirsə, bax, bunun da burada S-in bir nəyə yaranır? Baxın, bir kölgəsi yaranır. Onda bu yer dəyişmənin Y oxu üzrə proyeksiyası nəyə bərabər olacaqdır? Son koordinat Y çıxılsın, başlanğıc koordinat Y0. Gördüyümüz kimi burada yer dəyişmənin həm X oxu üzrə, həm də Y oxu üzrə proyeksiyalarını tapdıq. Bəs yer dəyişmənin buradan modulunu necə tapa bilərəm? Bunu tapmaq üçün gəlin belə bir şey deyək. Baxın, bu hissəni, bax, buradan bura qədər olan hissəni paralel şəkildə sürüşdürürəm bura. Bu bizə nəyi verdi? Sx-i verdi, düzdürmü? Həmçinin bu hissəni də bura sürüşdürürəm. Baxın, bunu da sürüşdürdüm bura. Bu da bizə nəyi verdi? Bizə verdi sy-dir. Fikir verirsinizsə, burada bir dənə düzbucaqlı üçbucaq yaranmış oldu. Onda Fiqordan istifadə edərək biz yer dəyişmənin modulunu tapa bilərik. Bu olacaqdır kökün altında sx-in kvadratı üzərinə gəlinsin sy-in kvadratı. Aparıb sx-in, sy-in burada yazdığım ifadələri burada nəzərə alsam olacaqdır kökün altında x çıxılsın x0-ın kvadratı üzərinə gəlinsin y çıxılsın y0-ın kvadratı. Bu formada qeyd eləmiş oldu. İndi bu dediyimə aid bir dənə nümunə işləsək artıq tam aydın olacaqdır. İndi burada bir dənə nümunəyə baxalım. Belə bir nümunəyə baxalım. Deməli, y bura x-dir. Baxın, belə bir nümunəyə baxalım. Burada bizdən həm bu yer dəyişmənin x oxu üzrə qiymət soruşulur. Yer dəyişmənin y oxu üzrə qiymət soruşulur. Bir də yer dəyişmənin modulu soruşulur. Gəlin indi baxalım. Əgər mən yer dəyişməni S-in x oxu üzrə qiymətini tapmaq istəyirəmsə, baxıram ki, bunun deməli necə tapılırdı? Son koordinatdan başlanğıc koordinat çıxılırdı. X oxu üzrə bunun başlanğıc koordinatı 4 metr, son koordinatı 12 metrdir. Onda yazacağam ki, 12 çıxılsın 4 bizə verir 8 metr. Y oxu üzrə qiymətini tapmaq istəyirəmsə, Y oxu üzrə başlanğıc koordinatı 2, son koordinatı 8-dir. Sondan başlanğıcı çıxıram, 8 çıxılsın 2 bizə verir 6 metr. Bəs yer dəyişmənin modulu necə tapılırdı? Kökün altında sx-in kvadratı üstə gəlinsin sy-in kvadratı. Bu da bərabərdir. Kökün altında sx-imiz 8-in kvadratı üstə gəl sy 6-nın kvadratı. Kökdə 100, o da bizə 10 metri vermiş olur. Ümidvaram ki, dediklərim nümunə üzərində tam aydın olmuş oldu. Qaranlıq qalan bir şey olmadı. Və biz davam edək. İndi isə demək olar ki, burada olan hər şeyi danışdıq. İlkin anlayışlardan kəmiyyətlər haqqında danışdıq. Yol yeri dəyişmədir, koordinatdır. Burada əsas odur bildiniz ki, x0 həmişə başlanğıc koordinat sayılır. Başlanğıc
koordinat. X isə nədir? X isə son koordinatdır. Son koordinatdır. Demək olar ki, danışdıq, nümunələr göstərdik. Ümidvaram ki, tam aydın olmuş olur. İndi isə biz danışalım sürət haqqında. Sürət. Bir də sürətə keçmədən öncə bir dənə zaman haqqında da danışaq. 7. Zaman. Deməli, zaman T hərfi ilə göstərilir. T hərfi ilə göstərilir. Zaman da yol kimi müsbət skalyar fiziki əmiyyətdir və BSD vahidi 1 saniyədir. Və 1 saniyə də beynəlxalq sistemdə əsas vahidlərdən sayılır və saniyə ölçənlə ölçülür. Yəni ölçülür, saniyə ölçənlə ölçülür. Ölçü cihazı saniyə ölçəndir. İndi isə biz deməli danışalım sürət haqqında. Sürəti ilk öncə belə anlamağa çalışaq. Tutaq ki, eyni yerlərə getməliyik, yollarımız eynidir. Amma biz həmən o eyni yolu getmək üçün müxtəlif zamanlar sərf edirik. Tutaq ki, birimiz 5 dəqiqə, birimiz 15 dəqiqə sərf edirik. Gördüyümüz kimi eyni yolu getməyə sərf olunan zamanlar fərqlidir. Niyə zaman fərqlidir? Ona görə zaman fərqlidir ki, burada sürət anlayışı meydana çıxır. Yəni sürəti az olan əlbəttə ki, eyni yolu daha uzun müddətə gedəcək, amma sürəti çox olan cisim eyni yolu daha az müddətə gedəcək. Yəni burada sürət anlayışı meydana çıxır. Sürət V hərfi ilə göstərilir. Vektorial fiziki kəmiyyətdir, ona görə üzərində vektor işarəsi qoyulur və biz sürəti tapmaq üçün S-i T-yə bölürük. Amma burada bir şey var. Sürət burada iki cürdür. Var yola görə sürət, var yer dəyişməyə görə sürət. Əgər biz yola görə sürəti tapırıqsa, cismin getdiyi yolu zamana bölürük. Yox, əgər yer dəyişməyə görə sürəti tapırıqsa, cismin yer dəyişməsinə zamana bölürük. Yəni burada çətin bir şey yoxdur. Yola görə sürət tapanda cismin getdiyi yolu zamana bölürük. Yer dəyişməyə görə sürət tapırıqsa, cismin yer dəyişməsini zamana bölürük və bununla məsələni həll edirik. Buradan indi biz sürətin vahidinə baxsaq, gördüyümüz kimi vahidlərini yerinə yazaq. S-in T-yə nisbətidir. S yol yer dəyişmə idi, vahidi metr idi. T zamandır, vahidi saniyədir. Deməli sürətin vahidi metr bölünsün saniyədir. Əlbəttə ki, sürətin kilometr bölünsün saat deyən vahidi. Yəni bu kilometr bölü saatdır, metr bölünsün dəqiqədir. Bunlar da hər biri əslində sürətin vahidləridir. Sadəcə ən çox istifadə olunan kilometr bölü saatdır. Niyə? Çünki biz məsələlərdə daha çox kilometr bölü saatdan metr bölü saniyəyə keçirik. Onun keçidini bilmək lazımdır. Buna necə təyin edirik? Baxın, 1 kilometr bölünsün saat, düzdürmü? 1 kilometr 1000 metrdir. Baxın, buraya yazıram. 1 kilometr 1000 metrdir. 1 saat isə 3600 saniyədir. 3600 saniyədir. Buradan ixtisarlar eləsək, ixtisar aparsaq, alırıq 18'də 5 metr bölünsün saniyə. Bu nəyə görə vacibdir? Keçidlərdən, məsəl üçün 36 kilometr bölünsün saat bizə verilir. Mən bunu metr bölünsün saniyə ilə ifadə eləməliyəm. Onda nə edəcəm? 36'nı 18'də 5'ə vuracam, alacam buradan nə qədər? 10 metr bölünsün saniyə. Və yaxud 90 kilometr bölünsün saat. 90 kilometr bölünsün saat. Mən bunu metr bölü saniyəyə keçməliyəm. Necə keçəcəm? 90'ı vuracam 18'də 5'ə. Buradan da alacağım 25 metr bölünsün saniyə. Bu çevrilmələri biz mütləq bilməliyik. Bunu yadda saxlamaq lazımdır ki, 1 kilometr bölünsün saat 18'də 5 metr bölünsün saniyəyə bərabərdir. Sürəti ölçəcəyiz, amma hansı sürətdən gedir söhbət? Ani sürət. Ani sürəti, ani bir andakı sürəti ölçən cihaz spitometrdir. Bunu da yadda saxlamaq lazımdır. İndi buna aid bir nümunəyə baxalım. Belə bir nümunəyə baxalım. Belə bir nümunəyə baxın. İndi bir dənə rəqəmlər də qeyd edeyim bura.
Tutaq ki, bura 6 metrdir. Bura 8 metrdir. Burada olsun. Şimdi bir dəqiqə baxalım, qiymətlər qoyum. Metr, baxalım bir dənə alınırmı? Aha, belə bir nümunəyə baxdıq. Deyir ki, cisim A nöqtəsindən hərəkət edərək D nöqtəsinə gəlir. Tutaq ki, gəlibdir bu 4 saniyədə. Tutaq ki, olsun 2 saniyədə. 2 saniyədə gəlir. Bizə deyir ki, cismin bir deməli yola görə sürətini tap. Bir də cismin yer dəyişməyə görə sürətini tapaq. Belə bir sualdır tutaq qarşımıza çıxan. Həm yola görə sürət istəyir, həm yer dəyişməyə görə sürət istəyir. Yola görə sürəti hesablasam, nə edəcəm? Cismin getdiyi yolu zamana bölməliyəm. Cisim nə qədər yol gedib? Buradan hesablayalım. L bərabərdir 4 üstəgəl 8 üstəgəlsin 2. Buradan alıram deməli 14 metr. Deməli cisim ümumilikdə 14 metr yol gedib. Onda cismin getdiyi yolu bölürəm zamana 2-yə. Alıram buradan 7 metr bölünsün saniyə. Deməli cismin yola görə sürəti 7 metr bölü saniyədir. Yola görə sürət tapanda cismin getdiyi yolu zamana bölmüş olduq. Bəs yer dəyişməyə görə sürəti necə taparam? Yer dəyişməyə görə sürət tapmaq üçün cismin yer dəyişməsini zamana bölməliyəm. Bəs cismin yer dəyişməsini necə tapa bilərəm bu şəkil üzərində? Yer dəyişmə dedik ki, cismin hərəkət belə deyək, başlanğıc nöqtəsi ilə, hərəkətin başlanğıc nöqtəsi ilə son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Baxın uşaqlar, bu yer dəyişmədir. Mən bu uzunluğu tapmalıyam. Bu mənim yer dəyişməmdir. Bunu necə tapa bilərəm? BC hissəsini sürüşdürürəm aşağı. Sürüşdürdüm aşağı. Bax, buranı da bu formada birləşdirirəm. Bura 8-dirsə, avtomatik bura 8 metrdir. Bura 4-sə, bura 4-dür. İndi fikir verin, burada bir dənə düzbucaqlı üstbucaq yaranmış oldu. Bunun bir tərəfi 8, digər tərəfi 6-dır. Onda buradan biz yer dəyişməni alarıq Pifaqordan. Kökün altında 6-nın kvadratı üstəgəl 8-in kvadratı. Buradan da olur 10 metr. Gətir burada yerinə yazsaq, yer dəyişməmiz 10, zaman 2-dir. Deməli, yer dəyişməyə görə sürət 5 metr bölünsün saniyəni vermiş olacaq. Baxın, belə bir nümunə. Başqa bir nümunəyə də baxaq, sonra isə davam edəyim. Tutaq ki, koordinatın zamana nasılıq qrafikidir. Tutaq, qrafik bu formada gəlir. 4 saniyedir. Aha, bura qiymətlər yazar. Tutaq ki, bura -10'dur. Tutaq ki, bura 60'dır. Burada 40'dır. Belə bir suala baxaq. Bizə deyir ki, bir yola görə sürət hesabla. Bir də yer dəyişməyə görə sürəti hesabla. Yola görə sürəti, yer dəyişməyə görə sürəti hesablayır. İlk öncə cismin getdiyi yolu tapalım. Cismin getdiyi yola baxsam, -10'dan başlayıb, ilk öncə gəlib 0'a, -10'dan 0'a gələndə 10 metr burada yol gedib. Sonra 0'dan qalxıb 60'a, baxın 0'dan qalxıb 60'a 60 metr yol gedib. Sonra da 60'dan düşüb 40'a, fikir verirsiniz, baxın buradan 60'dan düşüb 40'a 20 metrdə buradan yol gedib. Deməli, cisim ümumilikdə 90 metr yol gedib. Buraya çıxan saniyə qoyaq, buraya 3 yazaq. Deməli, onda yola görə sürəti hesablamaq üçün cismin getdiyi yolu zamana bölürəm.
cismin getdiyi yol ümumilikdə 90 metrdir. Bunu gedib 3 saniyə. Deməli, yola görə sürət 30 metr bölünsün saniyəyə bərabərdir. Bəs yer dəyişməni necə tapa bilərəm? Yer dəyişməni də tapmaq üçün son koordinatdan başlanğıc koordinatı çıxırıq. Son koordinat, bax, sonda hardadır? 40-da. Deməli, son koordinatın 40 çıxılsın. Başlanğıc koordinatı neçədir? -10. 40 çıxılsın -10, bu da olur 50 metr. Deməli, onda mən yer dəyişməyə görə sürət tapmaq üçün 50-ni bölürəm 3-ə. Metr bölünsün saniyə. Baxın, bu formada tapmış olduq. Əsas odur, ümidvaram ki, yolunu bildiniz. Suallara, baxın, bu formada yanaşacaqsınız. İndi isə danışalım biz düz xətli, bərabər sürətli hərəkətlər. Düz xətli, düz xətli bərabər sürətli hərəkət. Adına fikir verirsinizmi? Bərabər sürətli hərəkət. Yəni, zaman keçsə də sürətin qiyməti, ədədi qiyməti dəyişmir. Yəni, bərabər qalır. Düz xətli bərabər sürətli hərəkətdə sürətin həm ədədi qiyməti, həm də istiqaməti sabit qalır. V bərabərdir konustan. Artıq burada sürət vektorial kəmiyyətdir və onun proyeksiyasından istifadə edirik. Vx bərabərdir Sx bölünsün T. Düzdürmü? S'i T'yə böləndə bizə sürəti verirdi. Və buradan biz Sx-i tapanda olur Vx vurulsun T. Həmçinin biz bu ifadəni necə yaza bilərik? Yer dəyişmənin x oxucu qiymətini tapanda necə yazırdıq? Son koordinat çıxılsın, başlanğıc koordinat. Sx-in yerinə mən x çıxılsın x0 bölünsün T yaza bilərəm. Yazdığım bu ifadədən son koordinatı tapsaq, x bərabərdir x0 üstə gəlinsin Vx vurulsun T şəklində olacaqdır. Bu formada olacaqdır. İndi burada sürət fikir verirsinizsə, zaman keçdikcə dəyişmir. Ona görə biz sürətin proyeksiyasının zamandan asılılıq qrafikini çəksək, zaman oxuna paralel düz xətt olacaqdır. Yəni, zaman keçir, amma sürətin qiyməti dəyişmir. Həmçinin burada yer dəyişmənin zamandan asılılıq grafikinə baxanda görürük ki, xətti düz asılılıqdır. Sx T'dən asılılıq qrafiki düz xəttdir bu formada. Koordinatın zamandan asılılıq qrafikini çəksək, x-in T'dən asılılıq qrafik. Fikir verirsinizsə, başlanğıc koordinatımız var, burada müəyyən bir qiymətimiz var. Əgər x0 müsbətdirsə, müsbətdən başlayacaq, bax, x0-dan yuxarı olacaq. Əgər x0-ım 0-dırsa, qrafikim 0-dan başlayacaq. Əgər x0-ım mənfidirsə, bu aşağı hissədən başlayacaqdır bu formada. İndi burada belə bir sual meydana çıxır ki, sürət mənfi ola bilərmi? Bəli, sürət mənfi ola bilər. Amma bu mənfi olmağına nəyə görə mənfidir? Bu mənfi ona görədir ki, bizim seçdiyimiz ədəd oxuna görədir. Əgər tutaq ki, mən bir x oxu seçmişəm, əgər cismimiz seçdiyim bu ox istiqamətində hərəkət edirsə, onun sürəti müsbətdir. Yox, əgər seçdiyim oxun əksinədirsə, sürətin mənfidir deməkdir. Yəni, burada sadəcə sürətin müsbət və mənfi olmağı onun istiqamətini göstərir. Ədədi qiymətə təsiri yoxdur. Məsələn, sual verəndə uşağa ki, mənfi 5 metr böl saniyə böyükdür, yoxsa mənfi 15 metr böl saniyə? Deyir ki, müəllim, mənfi 5 böyükdür. Belə deyil. Bunu riyaziyyata calırlar ki, məsələn, ədədin mənfisi kiçik olan daha böyükdür. Buradakı mənfi onun ədədi qiyməti deyil. Ədədi qiymətinin, belə deyək də, işarəsi deyil. Buradakı mənfi bu istiqaməti göstərir. Yəni, sürətin mənfi olmağı o deməkdir ki, cisim mənim seçdiyim oxun əksinə doğru hərəkət edir. Sürətin işarəsi müsbətdirsə, deməli, cisim seçdiyim ox istiqamətində hərəkət edir. Onda belə çıxır ki, sürətin mənfi və müsbət olduğuna görə mənim qrafikim iki formada ola bilər. Yəni, mənim qrafikim müsbət hissədə də ola bilər, mənfi hissədə də ola bilər. Yəni, o hissəsinə toxunalım.
Məsəl üçün, əgər mənim sürətim müsbətdirsə və əlbəttə ki, burada konstantdırsa, çünki biz bərabər sürətli hərəkətdən danışırıq, onda V-nin T-dən asılılıq qrafiki necə olacaq? V-nin T-dən asılılıq qrafiki müsbətdə olacaq. Çünki sürəti işarəsi müsbətdir. Həmçinin burada SX-in T-dən asılılıq qrafikinə baxa bilərik. Olacaqdır necə? Yuxarı. Çünki sürəti müsbətdir. Koordinatı çəksəm, X-in T-dən asılılıq qrafikini çəksəm, məsələn, X0 müsbətdirsə, yuxarı sıfırdan başlayırsa, bax, sıfırdırsa sıfırdan başlayacaq, mənfidirsə aşağı hissədən başlayacaq. Amma sürətin müsbət olduğuna görə, bax, burada hər bir hissədə sürətin işarəsi müsbət olduğuna görə qrafikin üzü yuxarıdır. Fikir verirsinizmi? Qrafik X ox istiqamətində. Bax, qrafik X ox istiqamətində gedir. Yox, əgər mənim sürətim mənfidirsə, onda necə olacaq? Qrafikin sürətin mənfi olduğuna görə qrafik aşağıda olacaq. Qıslıq qrafikini çəksəm, qrafik olacaq da aşağıda. SXT qrafikini çəksəm, sürətin mənfi olduğuna görə qrafik aşağıda olacaqdır. Koordinat zaman qrafikini çəksəm, X0 müsbətdirsə, bu formada aşağı, X0 sıfırdirsə, sıfır başlanğıc, belə deyək də, koordinatdan aşağı, mənfidirsə, mənfidən aşağı. Yəni, bir sözlə, sürətimiz müsbətdirsə, qrafik yuxarı hissədədir, üzü yuxarıdır. Sürətimiz mənfidirsə, aşağıdadır. Qutardı getdi, sadəcə burada bunu bilmək lazımdır. Baxın, burada bir tənlik yazmışam. X bərabərdir, X0 üstəgəl Vx-dir. Biz buna deyirik, koordinat zaman tənliyi. Koordinat zaman tənliyi. Koordinat zaman tənliyi. Bunu bilmək lazımdır. İndi belə bir şeye baxalım. Ümidvaram ki, bu hissələr aydındır. Belə bir şeye baxalım. Deməli, X bərabərdir 4 minus 2t. Gəlin bu tənliyə əsasən biz həm hərəkəti adlandıraq, həm hərəkətin istiqamətini təyin edək, həm də qrafik qurmağa çalışaq. Əlbəttə ki, bu hansı tənlikdir? Bizim az öncə yazdığımız x bərabərdir x0 üzərinə gəlinsin, vx vurulsun t tənliyidir. Düzdürmü? Fikir verin, x0'ın yerində nə dayanır? 4 dayanır. Deməli, bizim başlanğıc koordinatımız 4 metrdir. T'nin qarşısındakı sürətdir. Sürətin proyeksiyası nə qədərdir? Mənfi 2 metr bölünsün saniyə. İndi gəlin özümüzə sual verək. Bu cisim sizcə x oxu istiqamətində mi hərəkət edir, yoxsa x oxunun əksinə mi? Biz dedik ki, sürətin mənfi olmağı o deməkdir ki, seçdiyimiz ox istiqamətində hərəkət edir, yoxsa oxun əksinə. Dedik ki, sürətimiz əgər müsbətdirsə, deməli, seçdiyimiz ox istiqamətində hərəkət edir, mənfidirsə, həmən oxun əksinə hərəkət edir. Burada da baxıram ki, sürətin işarəsi nədir? Mənfidir. Sürətin işarəsi mənfidirsə, deməli, bu cisim x oxunun, yəni mən tutaq ki, bir x oxu seçmişəm, baxın, bir x oxu seçmişəm, amma sürətimin proyeksiyası mənfidir. Mənfi olmalı nə deməkdir? Deməli, bizim bu cismimiz x oxunun əksinə doğru 2 metr bölünsün saniyə sürətlə hərəkət edir. Aydın olur mu nə demək istəyirəm? Deməli, biz buradan təyin elədik ki, cisim x oxunun əksinə hərəkət edir. Gəlin indi qrafikimizi quraq. Tutaq ki, x0'ın, daha doğrusu koordinatın zamandan asılı qrafikini qurmağa çalışaq. İndi fikir verin, əlbəttə ki, xəttidir, bayaqdan demişik bunu. x0 neçədir? 4'dür. Müsbət 4'sə bax buradan başlayacaqdır, müsbət hissədən. Və sürət mənfi olanda demişik ki, qrafik aşağı doğru gəlir. Gördünüz mü? Sürət müsbət olsaydı yuxarı doğru gedərdi. Sürət mənfi olduğuna görə, yəni x oxun əksinə hərəkət elədiyinə görə bu formada qeyd edək. Gəlin indi sürətin də zamandan asılı qrafikini çəkək.
Fikir verin. Sürətim nədir? -2. Buradan bunu göstərdim. Necə hərəkət edir? Bərabər sürət. Qutardı getdi. Baxın, gördüyümüz kimi burada çətin bir şey yoxdur. Sadəcə bir neçə dəfə baxıb, təkrar edib, bir neçə nümunələr işləyərək artıq bunu digərlərindən qarışdırmamaq olar. Deməli, bir də var, cisimlərin görüş zamanının, görüş müddətinin təyin olunması. Yadınızda saxlayırsınız ki, cisimlər o zaman görüşərlər ki, onların koordinatları bərabərləşsin. Bəzən deyirlər ki, bəzi abituriyentlər deyir ki, sürətlər bərabərləşəndə görüşürlər. Bu yanlışdır. Çünki sürət eynidirsə, yəni sürəti bərabərsə necə görüşə bilər? Tutaq ki, bir maşın burada sürəti tutaq ki, 60 metr/saniyədir. Digərinin, məsəl üçün, başqa bir şəhərdə deyək ki, 60 metr/saniyədir. Düzdürmü? Bu bərabər ola bilərmi? Yəni görüşə bilərlərmi? Biri başqa şəhərdədir, biri başqa şəhərdədir. Ola bilməz. Cisimlərin görüşməsi üçün onların koordinatları bərabərləşməlidir. x1, x2-yə bərabər olmalıdır. Yəni koordinatlar bərabərləşəndə cisimlər görüşür. Məsəl üçün belə bir tənliyə baxaq. Tutaq ki, birinci cismin hərəkət tənliyi 12-3t-dir. İkinci cismin hərəkət tənliyi də tutaq ki, 2 plus 2t-dir. Deyir ki, bu cisimlər neçə saniyə sonra görüşərlər. Bax, bunların görüş müddətini tanımaq üçün bunları bərabərləşdirirəm. 12 çıxılsın 3t-ni bərabər edirəm 2 plus 2t-yə. Buradan alıram deməli mən nə qədər? Bunu belə yazaq da, bu 2 olsun. Bu 12 olsun. Deməli, buradan alırıq ki, 5t bərabərdir 10-a. T buradan alır nə qədər? 2 saniyə. 2 saniyə. Düzdürmü? Bir dəqiqə baxaq. Düz oldu mu? Yox, burada minus olmalıdır da. Olsun, minus. Minus olsa, elə eləyək ki, düz tənliyə alınsın da. 2 dəqiqə. 12 çıxılsın 2t-dir. Belə olsun 2, bu olsun 12. Deməli, buradan biz nə alırıq? Bunu sol tərəfə keçirsəm, -3t üstə gəlsin 2t bərabərdir 2 çıxılsın 12-yə. Buradan -t bərabərdir -10-a. Yəni, buradan nə alınır? T bərabərdir 10 saniyə alınır. Deməli, bu cisimlər 10 saniyə sonra nə edəcəklər? 10 saniyə sonra görüşəcəklər. Bir də sual verirlər ki, bu cisimlərin görüş yerinin koordinatını tap. Biz cisimlərin görüş yerinin koordinatını tapmaq üçün, bax, bu x1, x2-ni tapmaq deməkdir. Zaten görüşəndə bunların koordinatları bərabərləşir. Onda belə bir çıxır ki, görüş müddətini aparıb hər hansı bir koordinat tənliyində yerinə yazsaq, cisimlərin görüş yerinin koordinatını tapa bilərik. Məsəl üçün, x1 bərabərdir 12 çıxılsın, 3 vurulsun 10. Buradan nə alıram mən? Alıram -18 metr. Düzdürmü? Bir dəqiqə baxaq, düz alınacaqmı? -18. Burada səhvlik getdi. Çünki tənliyi düz qoymamışıq. Normal tənlik yazaq. Tutaq ki, x1 bərabərdir 10 üzərinə gəlinsin. Tutaq ki, 2t. x2 də bərabər olsun. Tutaq ki, buradan olsun. 4 üzərinə gəlinsin. Tutaq ki, 3-dir. İndi gəlin bunların görüş müddətini tapaq. Deməli, x1, x2-yə bərabər edirəm. 10 üstə gəlinsin 2t bərabərdir 4 üstə gəlinsin 3t-yə. Deməli, buradan t bərabər olur 6 saniyə. Deməli, bu cisimlər 6 saniyə sonra görüşəcəklər. Aparıb yerinə yazaq. Deməli, x1 bərabərdir 10 üzərinə gəlsin 2 vurulsun 6. Buradan nə alırıq? 22 metr. Və yaxud ikincidə yaza bilərik yerinə. x2 bərabərdir 4 üstə gəlinsin 3 vurulsun 6. Yenə də nə alırıq? 22 metr alırıq. Deməli, gördüyünüz kimi bu cisimlər 6 saniyə sonra görüşəcəklər və görüş yerinin koordinatı nə qədərdir? 22 metrə bərabərdir. Ümidvaram ki, bu hissəsi də
aydın oldu. Və indi danışalım orta sürət haqqında. Orta sürət. Orta sürət. Orta sürət nədir? Orta sürət cismin getdiyi ümumi yolun, baxın, V orta sürət bərabərdir. Cismin getdiyi ümumi yolun ümumi zamana nisbətdir. Gəlin belə bir nümunəyə baxaq. Tutaq ki, avtomobil məsəl üçün Bakıdan Şəkiyə birinci deməli T1 bərabərdir. Gedir. Tutaq ki, 2 saniyədə 2 saniyə olmasın da 2 saatda tutaq ki, gedir məsəl üçün 100 kilometr. Növbəti 4 saatda isə gedir tutaq ki, bu 200 kilometr. Deyir ki, cismin ümumi yolda orta sürətini hesabla. İndi biz orta sürəti tapmaq üçün cismin getdiyi ümumi yolu ümumi zamana bölürük. Cismin getdiyi ümumi yol birinci 100, sonra 200. Və ümumi zaman birinci 2 saat, sonra da 4 saat. Deməli, buradan alırıq 300 bölünsün 6. Buradan da nə qədər olacaq? 50 kilometr bölünsün saat. Deməli, orta sürətimiz 50 kilometr bölünsün saatdır. Başqa bir məsələ həllinə baxaq, orta sürətlə bağlı. Məsəl üçün, belə bir sualımız olsun. Deməli, avtomobil T1 bərabərdir. 1 saat, tutaq ki, V1 bərabərdir. Tutaq ki, olsun 50 kilometr bölü saat sürətlə hərəkət edir. T2 bərabərdir. Növbəti 3 saatda isə V2 bərabərdir. Tutaq ki, hərəkət eləsin bu. Nə qədər hərəkət eləsin? Bunu çıxarda qoyaq. Bu olsun 60. Bu da eləsin 80 km bölü saat. Tutaq ki, avtomobil ilk 1 saatda 60 km bölü saat sürətlə hərəkət edir. Növbəti 3 saatda 80 km bölü saat sürətlə hərəkət edir. Deyir ki, o ümumi yolda orta sürəti hesablanır. Deməli, orta sürət dedik ki, cismin getdiyi ümumi yolun, baxın, ümumi yolun ümumi zamana nisbətidir. S ümumi yerinə yazıram, S1 üstəgəl S2. T ümumini yerinə yazıram, T1 üstəgəlsin T2. İndi gəlin baxalım. Deməli, birinci cismin getdiyi yolu tapsaq, aşağıdan yazıram. S1 bərabərdir V1 T1-dən. Olacaqdır 60 vurulsun 1. Bu oladır 60 kilometr. S2-ni hesablasaq, 3 saatdə 80 ilə gedib. Onda yazıram 80 vurulsun 3. Bu deyir 240 kilometr. Onu gətirib burada yerinə yazaq. S1-imiz 60, üzərinə gəlsin. S2 240 bölünsün 1 üstə gəlsin 3. Buradan olur 300 bölünsün 4. Bu da bizə verir 75 kilometr bölünsün saat. Bu formada qeyd edir. Yəni, orta sürətlə bağlı sualları bu formada yaza bilərik. Belə, əziz müəllimlər, əziz şagirdlər, mövzunun, belə deyək, birinci hissəsini bitirdik. İnşallah növbəti dərslərdə dəyişən sürətli hərəkət, yəni bərabər təcili hərəkət mövzusunu da sizlər üçün izah edəcəm. Ümidvaram ki, sizlər üçün aydın oldu. Bacardığım qədər ətraflı, anlaşıqlı, sizlərin anlayacaq formada izah eləməyə çalışdım. İnşallah göhdəsindən gəlmiş olaram. Əgər bəyəndinizsə, rəy bölməsində öz fikirlərinizi bölüşə bilərsiniz. Ola bilər ki, haradasa, düşünmürəm, haradasa səhv elədim, amma ola bilər ki, mən, belə deyək, fikir verməmiş ola bilərəm. Siz izləyəndə daha yaxşı görəcəksiniz. Haradasa xəta eləmişəmsə, rəy bölməsinə onu da yaza bilərsiniz ki, növbətdə onlara yol verməyək. Belə, diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Növbəti video izahlarda görüşənə qədər.